Bizə kalium və kalium hidriddən ibarət 138 qram qarışıq üzərinə x qram su əlavə etdikdə tərkibinə 3,5 mol kalium hidroksid olan 25%li məhlul alınmışsa x hesablayın. Yəni nə qədər su başlanğıcda. Biz kaliumin suda həll eləyəndə bilirik aktiv metaldır, su ilə reaksiyaya girir, kalium hidroksid və hidrogen. 2, 2, 2. Kalium hidridi də yazanda buradan alınır kalium hidroksid və hidrogen. Burada da əmsala ehtiyac yoxdur. Deməli bizim bilmədiyimiz nə varsa x. Məsələn bu x yazıram, mol buna y yazır. Bu x-dırsa bu da x-dır. 2, 2, bu 1'ə, bu da y-dır. İndi burada bir məsələ var. Bizə deyir ki 3,5 mol kalium hidroksid. Yəni x ilə y-in cəmi 3,5-dir. Bir də bu kütlələri hesablasaq, cəmi 138 qramda axı 39'dur kalium burada verib. Kalium 39 y, üstə gəl 40 y, kalium hidrid 40'dır, bərabər 138. Buradan da sistem tənlikdən hesablayanda x bərabərdir 2 eləyir. Y də bərabərdir 1,5 mol hərəsindən götürülür. İndi burada bir məsələ var. Bu x-dırsa bu da x-dır. Bu y-dırsa bu da y-dır. Yəni 3,5 mol da burada su var. İndi burada bir məsələ var. Əlavə olunan su var. Bu suyun x qram suyun bir hissəsi reaksiyaya girəcək. Yəni 3,5 mol. Buradan hesablamışam. X qramı burada reaksiyaya girib. X molu burada, y molu da burada. Bunların da cəmi 3,5 eləyir də. Yerinə qoyanda 3,5'i də vuranda 18 eləyir 63 qram. 63 qram burada kənarda saxlayıram. Əvvəlki suyun reaksiyaya girəni var. İndi biz nəyi tapmalıyıq? Burada son məhlulda nə qədər var? Deməli 3,5 mol kalium hidroksid var son məhlulda və 25%. Burada da məsələ nədir? Deməli burada nədir? 3 vurulsun 53, 3,5 vurulsun 56 ml kalium hidroksidin 3,5 moldur. Neçə faizdir? 25%dir. 75% su olacaq. Bu da x-dir. Buradan biz x-i tapmalıyıq ki, x nə qədərdir? Buradan x edir 588 qram. Deməli su 588 son məhlulda qalıb. 63'də reaksiyaya girmişdir. Bunların cəmdə eləcə 651. Cavabımız Y. Deməli biz nə etdik? Əvvəl reaksiyaya girən suyu tapdım və sonda qalan su, onlar cəmi əvvəl olunan suydu, onları topladım.